Rusiyada və yaxud da Amerikada. Ana oğul anaya deyir, ana, я живу жена, просто ребенок есть, uşağı var, он его mуж или нету, yəni ayrılıb. O ana da oğula deyir, no problema, tək ki sən xoşbəxt ol. Maltiki gedir alır. Azərbaycanda oğul anaya yaxınlaşır bəzi ailələrdə. Ana, mən bir qadın sevirəm. Hə, axır ki evlənirsən, nə yaxşı. Amma bir problem var ana. Baş rollarda Zita. Nədə oğul? Əlin qoyur rəyinə. Nə oldu tezdə? Oradan mən təzyiqlərimi az deyəndə, nə oldu artist deyəndə? Oradan təzyiqlərimi almış. Deməyib ha, hələ təzyiq dərmanı gəzir. Oğlan yazıq olayları gətirir gözünün qabağına. Bu dəqiqə stəkan uçacaq, ana ürəyə gedəcək yerdə. Bu kino teatrları xatırlayır. Deyim. Uzun bir müddətdən sonra fikirləşib, qərar verəndən sonra ki,